Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərim boranından börək hazırlamışam. İstədim reseptini sizlər üçün də paylaşım. İnanıram ki, sizlər üçün faydalı bir resept olacaq. Keçək börəyimizin hazırlanma qaydasına. Əvvəlcədən qabığını soyduğum 5 ədəd soğanı aypara şəklində doğrayaq. Soğanları doğradıktan sonra qazanın içərisinə əlavə edib, üzərindən yağ əlavə edib qoyaq qazın üzərinə qovrulması üçün. Yarım kilo boğranını rəndənin iri gözündən keçirdirəm. Soğanlar qovrulduqdan sonra rəndədən keçirdiyimiz boğranları soğanın üzərinə əlavə edək. Boğranın üzərindən 1 çay qaşığı duz, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı qırmızı şirin biber əlavə edib qarışdırıram. Hazır olan üçlüyü qoyuram kənarda soğuması üçün, keçirəm börəyin hamurunu hazırlamağa. Börəyin hamuru üçün 6 su bardağı un götürmüşəm. Üzərindən 2 çay qaşığı duz əlavə edib ilıq su ilə ələ yapışmayacaq bir hamur yoğuraq. Hamuru yoğurduktan sonra masanın üzərinə alıb kündələrə ayırıram. Altı ədəd kündə hazırladım mən. Kündənin birini masanın üzərinə alıb oxlay yardımı ilə açıram. Açdığım kündələrin üzərinə yağ əlavə edib hamısını eyni qayda ilə hazırlayıram. Kündələrin hamısını eyni qayda ilə açıb yağladıqdan sonra 10 dəqiqə gözlədirəm. 10 dəqiqədən sonra kündənin birini masanın üzərinə alıb əlimlə açıram. Hamuru açdıqdan sonra hazırladığım içlikdən hamurun üzərinə əlavə edirəm. Axırıncı kündəni də masanın üzərinə alıb eyni qayda ilə açıram.
Hazırladığım hamurların hamısını soba listinə əlavə edib üzərinə yumurta çəkib çörək otu səpib qoyuram 180 dərəcəlik sobada bişməsi üçün. Börəyimiz artıq bişib hazırdır. İstəyirəm içərisini kəsim, sizlərə də göstərim necə bişib deyə. İnanın mənə çox dadlı bir börək alınmışdı. Videonu bəyəndinizsə videolarıma like etməyi unutmayın. Allah'a emanet olun. Yeni videolarda görüşmək ümidi ilə.